Salam gönül dostları, gönül insanları. Allahın rəhməti, bərəkəti, gözəlliyi sizin üzərinizə olsun. Deməli, 17-ci söhbətimiz olacaq. Birinci şəhidimiz Əhmədzadə Məftun. Allah rəhmət eləsin, Allah məkanını cənnət eləsin. Deməli, yemək yemə ədəblərindən danışmaq istəyirəm sizə. Birincisi, yemək yeyəndə Bismillah, Allahın adını çəkib başlamalıyıq. Bu, həm sünnəyə uyğundur, həm qulluğa uyğundur, həm insanlığa uyğundur. Çünki Allah Teala bizə bütün nemətlərini verir. Onun adını başlamasaq, onun sahibinin adını başlamasaq, yemək yemək olmaz. Düzdürmü? Ona görə adi insan insanı kömək edəndə, ona bəlkə 1000 dəfə sağ ol deyir, düz deyir. Ona görə bu qədər nemət bizə Allah veribsə, onun adını başlamasaq desək, olmaz. Ona görə adını ən az deməli ki, Bismillah, Allahın adını çəkib başlamalıyıq. İkincisi, qabağımıza yeməliyik. Məsəl üçün, olur ki, sağdan, soldan yox. Əmir, qabağını yeməlisən. Bəli, qabağımıza yeməliyik və sağ əllə yeməliyik. Sol əllə yemək olmaz. Sağ əllə yeməliyik. Sonra yemək yeyəndə 2, 3, 5, 10 dəfə yemək yeməsi daha uyğundur, daha sünnətə uyğundur. Məsəl üçün, insan var tək yiyir, bu düzgün deyil. 2 nəfərlə, 3 nəfərlə, 5 nəfər olması... 6 nəfər yiyir, bəli, hamısı yeməli. Yəni, bir yer yemək daha sünnəyə uyğundur. Dördüncüsü, yemək yeyərkən, deməli, yeməkdən qabaq və yeməkdən sonra nə deməliyik? Əllərimizi yumalıyıq və yemək bitirəndən sonra Əlhəmdülillah, çox şükür deməliyik. Çünki bu qədər nemətlər qarşısında Allah Teala bizə verirsə, axırı nə deməliyik? Deməli ki, Əlhəmdülillah, çox şükür Allahım, sən bizə bu nemətlər verirsən. Bəlkə biz buna layiq deyilik. Amma sən bizə bu nemətlər verirsən, ona görə Əlhəmdülillah, çox şükür sənə Allahım deməliyik. Sonra yemək yeyəndə bir qabdan yeməliyik, sonra bir qabdan yeməliyik, onu eləməliyik, bir qabdan və yerdə oturub yeməliyik və ayrı bir mühabbət də, bu da Peyğəmbərin sünnətlərindən sayılır. Deməli, bir qabdan, sonra yerdə oturub yemək və arada bir mühabbət də, bu da Peyğəmbərin sünnətlərindən sayılır. Allah inşallah söhbətimiz xeyirli etsin, faydalı etsin, bərəkətli etsin.